Sığalladığın, bir yastığa baş qoyduğun, bir otaqdan içəri girdiyin, evimin işığı sənsən, evimin günəşi sənsən, yaxşı ki sən varsan dediyiniz xanımlar müəyyən müddətdən sonra necəsə olur? Əxlaqsız qadın olurlar. Və zamanla fikriniz dəyişir. Keçmişdə yenə də deyirəm, bağrına bastığınız qadınlarla bağlı. Bunu bir neçə dəfə demişəm, yenə də deyirəm. Heç bir qadın öz-özünə əxlaqsız olmur. Qadın bugün əxlaqsızdırsa, demək ki, onu əxlaqsız edən kişi var. Heç bir qadın zorla gedib hansısa kişini evindən çıxarmır. Hansısa kişini zorla harasa aparmır ki, səninlə bir münasibətdə olmaq istəyirəm. Zorla gedirsinizsə, demək ki, siz zəifsiz. Və heç bir qadın öz-özünü əxlaqsız eləyə bilmir. Mütləq ki, bir qadının əxlaqsız olmasında bir kişi var və ya da ki, kişilər var.